Salam hörmətli izləyicilər, sizi bir xatadan qorumaq istəyirəm. Bax, bu sürətli yoldur. Düzdür, magistral deyil, 90-dır burada sürət. Amma xatası ondan ibarətdir ki, sədərək yoludur və sağda uçurum var. Sağda uçurum var və orada qəbristanlıq var və uçuruma düşən maşınların sürücülərini çox həvəslə o qəbristanlıq qəbul eləyir. Kimsə deyə bilər, ay Aqil müəllim, öt geçsin də, bu yük maşını niyə ötmürsən? Tələsdirməyin məni. Birinci güzgüyə baxırıq. Güzgüyə baxanda soldan sürətlə gələn maşınları görürük və biz ötməyə gedən anda iki maşının arasında qala bilərik. Soldakı və sağdakı. Baxın, bax bu variantda bu iki maşının arasında qala bilərik. Sağdakı sola, soldakı sağa versə qəza ola bilər. Əgər bəxtimiz gətirməsə həmin uçuruma düşə bilərik. Arxasında mən sizə dedim. Ona görə boş olanda bax indi ötməyə gedirik. Bu maşının da güzgüyə baxırıq, solda maşın olmadığına görə rahat ötməyə gedirik. O bizi sağdan sıxsaydı, biz sola qaçmağa bu dəqiqə tam imkanımız var. Sol tərəf boşdur. Özünüzü qoruyun. Xüsusilə sağda uçurum olanda və yaxud da ki, dəri olanda özünüzü qoruyun. Ötməyə getməmişdən qabaq 100 fikirləşin, 100 biçin, ölçün, ondan sonra ötməyə gedin. Diqqətinizə görə çox sağ olun.